Salamlar, vaxtınız xeyir olsun. Mən Adgözəl Lakşin, insan psixologiyası metodistiyim. Deyilir ki, nə qədər yalanla doğru həyat sürülsə də, əlbət bu nöqteyi nəzərə belə bir məqam gəlib çatır ki, anidən partlama olur və bəzən də əksər insanların travma almasına səbəb yalanların üst-üstə yığılmasıdır. Bir yalan o bir yalana takırvat edir, bu yalan o bir yalana takırvat edir, zəncirvarı gedir və nəticə etibarı ilə partlayış yaranır. Və insanlar heç zaman etdikləri yalanları belə deyim, nə boynuna almırlar, nə hətta inkar da belə etdikdə daha da dərinə getmək, həmin yalanı doğruya doğru inandırmaq, müsbətə doğru. Və insanlar adətən qarşı tərəfə, xüsusən şirkət olsun, dövlət qurumları olsun, şəxsi həyat fəaliyyətində olsun, o yalanlarla elə inandırmağa çalışılır ki, bəzən iş müsahibəsinə gedirsən, hər şey yüksək səviyyədədir, aşağı belə deyimsə, alçaq səviyyədə olan bir səhv görə bilmərsən. Amma nəticə etibarilə o iş alınmır. Niyə alınmır? Çünki qarşı tərəfdən elə bir sənə inandırıcı gəlir ki, get narahat olma, həll oldu. Hara həll olur? Nə həll oldu? Və nəticə etibarilə çalışın ən azından həyat fəaliyyətinizi qarantiyə qoymaq istəyirsinizsə, bir nömrəli şəkildə yalan 1% görəndə mütləq üstünə belə kres qoyub uzaqlaşdırmaq lazımdır. Çünki insanı yoran elə birinci yalanlar.